Salam millət, xoş gördük kəsi. Mən sizə bu günləri Birbank, yəni Kapital Bankın Birbank Invest proqramından bəhs edəcəm. Hansı ki bu proqram vasitəsilə biz Amerika bazarında olan səhmlərə və ETF-lərə, yəni erişə bilirik, alqı-satqısını həyata keçirə bilirik. Bu proqram yəni bir neçə vaxtı var. Sadəcə olaraq mən xəbərim yox idi və xəbər tutan kimi bura pul da vurdum yoxlamaq məqsədi ilə. Və indi onu sizə, yəni pul vurma prosesini, pul çıxarma prosesini, əlavə bir-iki nüansları diqqətinizə çatdıracağam. Birinci növbədə sizin nəzərə çatdırım ki, əgər siz bu proqramdan istifadə eləməyəcəksinizsə, yəni sizə sadəcə baxmaq üçün mən bunu yükləyim, sonra silim, sonra nə vaxtsa lazım olar, mən bunu yükləyib istifadə eləyərəm, elə eləməyin. Nəyə görə? Siz bu proqramı silsəniz, qeydiyyatdan keçsəniz və sonra silsəniz, yenidən aktiv eləmək üçün mütləq şəkildə e-mail ilə Kapital Bank'a müraciət etməlisiniz. Yəni Binance kimi deyil, mən profilimi sildim, sabahları ürəyim istədi açmaq, yenə girdim açdım, belə şey olmur. Əgər konkret olaraq siz düşünürsünüz ki, sizə lazımdır bu gələcəkdə istifadə edəcəksiniz, proqramı yükləyin, qeydiyyatdan keçin, qalsın telefonunuzda. Yəni nə vaxt istəsəniz girin istifadə, amma silməyin, çalışın. Videoda yatırım tövsiyəsi deyildir. Yəni konkret olaraq yəni bunu alın, bunu yükləyin, bura pul qoyun söhbəti yoxdur burada. Azərbaycanda belə bir proqram var, belə bir şərait var. Mən bunu sizə çəkib göstərmək istəyirəm sadəcə. Bura pul vurmaq üçün də nə etmək lazımdır? Biz pul vuranda bura yəni minimum yatırma $1 idi səhv eləmirəmsə. Çünki mən bura $9 yatırım elədim. Siz nə qədər yatırım edirsiniz, ondan $1 komissiya tutacaq. Siz nə qədər satış eləsəz, ondan $1 komissiya tutacaq. Yəni mən bura deməli, baxın sizə göstərirəm. Mən bura vurdum səhv eləmirəmsə $10. $10 pul vurdum. Alış zamanı məndən $1 komissiya tutdu. Daha doğrusu pul vuranda $10 vurdum. Pul vurduğuma görə $1 məndən komissiya tutdu. Yerdə qaldı $9. $9'dan da Nvidia səhmini aldım $9'lıq. $1 məndən komissiya tutdu. Nəticə etibarilə mən $2 itirmiş oldum burada. Mən təbii ki bu $10'ları bura vurmaqda məqsədim pul vura bilirəm, bilmirəm üçündür və video çəkmək üçündür. Hal-hazırda görürsünüz portfel $8'dır. $8'lığı da mən Nvidia almışam. Yəni $9 ödəniş elədim, $8 qaldım. $1 komissiya tutdu. Balans artırmaq kapital kartla. Yəni çox sadə olur. Balansı artır düyməsinə basırsınız, siz buraya yazırsınız $10. Kartınız da burada görsənir. Çünki bir bank proqramınızla əlaqələndirilir avtomatik olaraq. Siz ödəniş edirsiniz və $9 bu Birbank Invest profilinizdə yəni görsənəcək. Burada yuxarıda görürsünüz, ümumi portfel yazılan hissədir. Və pulu çıxar bölməsi var. Görürsünüz burada. Pulu çıxara da basırsınız, həmin prosesdir. Yəni siz amma pulu aynı moment çıxara bilmirsiniz. Satırsınız və iş günün sonunda bu satdığınız məbləği çıxarışını həyata keçirdə bilirsiniz. Bu qədər yəni sadə bir prosesdir və burada investisiyalar bölməsi var. Burada 7750-dən çox şirkət və 3600-dən çox fond var, ETF-lər var yəni. Siz təbii ki buradan almamışdan öncə özünüz analiz edirsiniz, ölçür bitirsiniz ki, konkret olaraq mən nəyi alım. Çünki bundan əvvəlki videoda mən bəhs eləmişəm. Səhm nədir, kriptovalyuta nədir, bunlar arasındakı fərq nədir? Əgər bilmirsinizsə araşdırın, baxın, ondan sonra girib burada al və sat əməliyyatları da keçirin. Çünki bilmədən girib nəyəsə almanıza ehtiyac yoxdur. Və yenə deyirəm, video yatırım tövsiyəsi deyildir. Mənim bütün videolarım məlumat xarakterlidir və öyrətmək üçündür. Başqa da heç nə. Burada başqa nə var? Başqa hələ ki tezliklə nə gələcək onu mən bilmirəm. Gələndə yenə sizə çəkib göstərərəm. Yəni bildiyim, yəni nə var sizə izah elədim. Pul yatırmadır, pul çıxarmadır. Bu proseslərin hamısını yenə də deyirəm, profilinizi silməyin, silsəniz bunu aktivləşdirmək sizdə biraz çətin olacaq, vaxtınızı alacaq, özünüzə iş artırmış olacaqsınız. Əlavə nəsə sual olarsa rəy bölməsinə yazın, Telegramdan yazın, kanala abunə olmağı unutmayın, videonu bəyənin və dostlarınızla paylaşın. Məndən bu qədər. İnşallah növbəti videoda görüşərik. Sağ olun, sağlıqla qalın.